Həmən hörüklər, bax budur. Yenə maddi mədəniyyət nümunələri, bax o məhcəri, övladlar. Baxıram. Hemen bu suda az qalıb, qarqa suyu. Qala divarlarımızın odur, qalıqlarından tökülən o qeyri-adi daşlarımız, çaxmaq daşlarımız var. Bax. Gör nə qeyri-adi daşlardır. Daşların özü də bir-birinə sanki pərçimlənib. Neçə illərdən bəri, neçə yüz illərdən bəri. Buna daşın da arasından bir tuvulğu, dovşan alması. Bu daşın özü çox. Bax, pəncə. Ya bir pəncənin yeridir. Çox qeyri-adi. Daşın quruluşuna baxma. Nəfər qeyri-adi daşdır. Hərəsi bir təbiət abidəsidir. Bir möcüzə bir qayadır. Qaya möcüzədir. Gör Allah rəhmət eləsin bu kişilərə. Gətirib bizlər üçün nə yadigarlar qoyur, nələr qoyur. Qısa bir zaman kəsiyində mən bunu tədqiq eləyə bilmərəm. Sadəcə eləcə tanıtım xarakterli. Mənim özümə də bəlli deyildi. Mən sadəcə gəlib çıxmaq istəyirdim Qızılqayanın başına. Buna bax, bu çaxmaq daşına bax. Bu çox gör. Buna bax, qeyri-adi daşdır. Nə qeyri-adi. Buna bax, bu daşın üstündə çıxan həyat eşqidir bu. Həyat eşqi. Buna bax, bax. Hər biri bir möcüzə qayadır, möcüzə daşdır. Və bunların hər biri kənardan gətirilir. O dediyim Oğuz babalar bunu kənardan çiyinlərində gətirib burada möhtəşəm qala tikiblər. Ya Allah. Yenə yol üstü, bax, yeni dairəvi, yeni bir yarusa. Qalanın yarusu var. Bəlkə də yenə deyirəm, 5 pilləlidir, 3 pilləlidir, 10 pilləlidir. Bu tədqiq olunmuş və ilk baxışdan, ilk gözdən gördüyümüzdür. Və çox qəribədir ki, aşağılarda nisbətən xırda daşlardan hörülür. Yuxarılarda lap nəhəng daşlardan, iri sal daşlardan bu qala hörülür. Yerli elat mülkülü cəmaatı buna dumru deyir. Dumru. Yəni yumru, dairəvi qala. Dairəvi deyəndə əhatəsi çox genişdir və indiyə qədər gördüyüm qalalardan bəlkə də ən böyüyüdür. Deyirəm ki, yağanlıq düşməmiş, gedək Qızılqayamıza çıxaq. Yenə görürəm, bax, hörüklər. O birisi hörükdən təxminən bir 6 metr, 8 metr sonra yeni bir yarus, yeni bir dairəvi yarus. Bəlkə də onlar o dağın səviyyəsini almaq üçün belə eləyirlər, ancaq bu qədər yaxın belə o səviyyə görə deyil. Bunların hamısı o mərhələ, iç qala, bayır qala bu şəkildə qurulmuş, tikilmiş dairəvi qaladır. Hər halda yəqin gələcək alimlər, gələcək nəsillər inşallah bunları tədqiq eləyər. Yadigarlar əldən çıxdıqca onun qədrini bilirik, hər şey belədir. Sağlamlıq da belədir, cavanlıq da belədir. Köhnə adamlar deyirdi, var dövlət də belədir. Əldən çıxandan sonra adam qədrini bilir. İndi tariximizə biz yiyə durmalıyıq. Maddi mədəniyyət nümunələrdir. Bu ulu keçmişimizdən bizə xəbər verən subuta, nətər deyərlər ki, belə heç bir şərhə ehtiyacı olmayan bu torpağın ululuğuna, bizim bu aborigen tayfanın, xalqın zəngin tarixinə dəlalət edən bu abidələrimizdir və abidələrimizə yiyə çıxmalıyıq, onları qorumalıyıq. İndi bəlkə də indiyə qədər tədqiq olunmayıb, imkan olmayıb bəlkə də. Bəlkə də heç kim bilməyiblər. Buna da tuşudan lazım idi, deyən lazım idi. Deyilməyib, ya da salınmayıb. İnşallah indən sonra Azərbaycanın dövlətinin imkanları genişdir, get-gedə də genişlənir. Sadəcə bunları qoruyub saxlamaq lazımdır. Təsərrüfat fəaliyyəti ilə əlaqədar ola bilsin, kiməsə daş lazımdır, kiməsə nə lazımdır. Bunları qoruyub saxlamaq və
qara dəfnə axtaranların bir dəfəlik ayağını kəsmək lazımdır və mühafizə olunmalıdır bunlar. Təbiət bizi nə qədər imtihana çəksə də, ay Fahir qardaş, mən söz verirəm, daha dayanmayacağım. Dayanmaya bilmirəm. Bax, növbəti divarın biri. Bax, növbəti divarın biri. Bax, daşlar, bax, divar qalıqlar. Bax, növbəti divarın biri. Bax, belə dairəvi gedir. Daha dayanmıyor. Gedək. O Dumrudan Qızılqayaya tərəf gəlirik. Buraya yəhər deyirlər. Yəni Dumru ilə, yəni Elat dilində biz Dumru deyirik və mən bu verilişin boyda bizim bu yerin insanların canlı danışıq dilini efirə gətirmək istəyirəm. Bu lorluq kimi xahiş edirəm anlaşılmasın. Dumru deyirlər. O Dumrudan bu Qızılqayanı birləşdirən, mən durduğum yerə buraya yəhər deyirlər. Dumrunun yəhəri, Qızılqayanın yəhəri. Bax, buraya yəhər deyirlər. Yəhər. Bizim mülkülü cəmaatı yəhər deyir. İndi yəhəri adladıq, gelirik əsas Qızılqayamıza. Qızılqayamızın görək. Bax, bu balaca Qızılqaya. Bula deyə elə balaca Qızılqaya. Bax, budur. Budur, bax, Qızılqayanın başlanğıcı. Niyə qızıl deyirlər? Mən bunu anlamıram. Bəlkə də bu qayaların bu yerliyi qızıla bənzəyir. Ona görə bəlkə də belə deyirlər. Bax, bu Qızılqayanın başlanğıcı balaca Qızılqaya. İndi əsas Qızılqayamıza doğrudan da Fahir qardaş elə bil ki, mis kimi, qızıl kimi. Bax, qayanın yerliyi qızıldır. Bəlkə də ona görə deyirlər. Bəlkə də bunun barına, bərhərinə görə belə deyirlər. Gedək. Və mamırlar da qızılı mamırlar. Qızılı mamırlar buradadır. Bilmirəm orada görünür. Bax, burada qızılı mamır. Mamırlar da bax, qızılı mamırdır. Qızılı rəngdədir. Ola bilsin ki, ona görə. Bu küləkli havada televiziyamızın rəhbərliyinə də minnətdarlığımı bildiririk ki, belə şərait yaratdı, gəldik, bu çəkilişi elədik. Qızılqayanın, bu qayanın özəlliyi qızıla oxşuyur. Bunu danışa o yadıma düşür ki, ötən əsrin 60-cı illərində bizim burada geoloqlarımız işləyirdi. Bulağın üstündə tabaqlar var idi. O bizim indi Qayvalı bulağı deyilən bulaq, bu Mürkülünün bulağının üstündə. Orada o hər dərədən nümunələr götürmüşdülər qumlan. Onu yuyurdular, aşağı acana axırda belə özüllü metala oxşayan şeylər qalardı. Mən də balaca maraqlanırdım uşaq. Soruşurdum ki, bunlar nədir? Deyirdilər ki, burada bu dağların yerliyində qızıl var. Ancaq o qədər sənaye əhəmiyyətli deyil. O da yadıma düşür ki, bizim Tovuzun faydalı qazıntıları içərisində qızıl, dəmir, kömür, tikinti materialları, müxtəlif faydalı qazıntılarımız da var. Bəlkə də köhnə kişilər boşuna deməzdi. Həmən o, yəqin ki, o alim indiyə qalmazdı. O zaman onun bir 60-cı illəri, 65-66-cı ildə onun haradasa bir 50-55 yaşı olardı. O rəhmətli o daşı qırıb göstərirdi ki, parıldayan. Bax, bu qızıl budur, bulardı. Burada deyirdi, yəni bu Koroğlu ətrafında, Qızılqaya ətrafında bizim bu dərələrdən o nümunələr götürmüşdülər. Sonra da balacana yuyub, o suda yuyub balaca tarvalarda tədqiqat üçün göndərirdilər. Bax, bu da Qızılqayamızın balaca Qızılqaya. İndi qalxaq yuxarı, görək yuxarıda bizim nə görürük. Gəldik, çıxdıq bizim Qızılqayanın başında o Qaçaqlar mağarası deyilən mağaranın həndəvərinə. Bura çox böyük bir mağara olub. Bax, bu qayalar, bu nəhəng qayalar, bu mağaranın uçub tökülüb bir hissəsindən çox böyük. Zaman elə bir şeydir ki, zaman görürsən ki, çox amansızdır. Amansız rəftar edir. Çox böyük bura. Yaşlıların deməyinə görə bir yumru, nəhəng bir mağara olub. Burada qaçaqlar olub.
Qaçaqlar mağarası deyirlər də. Yəqin ki, indi qaçaq qoçaq vaxtilə bu qaçaq nə qədər desə də ki, zindandan qaçaqlıq yaxşıdır, qaçaqlıqdan da ölüm. Nə qədər desə yenə qaçaqlıq eləyir. Və bizim elimizdə adlı qaçaqlar olub. Qara Tanrıverdə olub, ondan sonra Telləsədə olub, nə bilim, Qaçaq Məmli olub, Qaçaq Nəsir olub, Qaçaq Qaspədin. Saymaqla qutarası olmaz, bu el həmişə qaçaq bəsləyib. Bu qaçaqlar mağarasıdır. İndi qaçaqlar mağarası deyirlər. Kim bilsin bunun yaşı min illərdir. Qədim insanların yaşayış məskənidir və təəssüf ki, uçub, bax, bu iri qayalar, bu mağaranın bir hissəsini, nətər deyərlər, dəfn eləyir. Altında yaşlıların deməyinə görə bir adam bu mağaranın dibində duranda heç üst-üstə 3 adam boy verməyib buna. Çox alçalıb, yəni bu tökülüb burada. Yəqin ki, bizim operator qardaşımız da müxtəlif rakuslardan, müxtəlif baxış bucaqlarından bunu götürəcək. Bax, bu bizim də elimizin, elatımızın igid insanlarının səngərləndiyi gəldik. Bax, bu mağazanı da, mağaza deyir bizim cəmaat, mağara deyir. Bu mağaranı götürdük. Bizim bu mağaranın özəlliyindən biri də odur ki, heç vaxt buraya gün düşməyib. Yəni gün fırlanıb, heç vaxt buraya gün düşməyib. Ona görə bizim adamlar bəzən yanılmaz şəklində sual da verirlər. Uşaqların da həm də beyinlərini həkk etmək üçün ki, bizim yerdə gün düşməyən yer haradır? Həmən gün düşməyən yer bu Qaçaqlar mağarasıdır və yaxud da indi Qaçaqlar mağarası son dövrün adıdır. Bu Qızıl Qayanın mağarası. Bu min illərdən qalan, milyon illərdən qalan mağara. Qızıl Qaya bir bayaq söhbətimizin əvvəlində dediyimiz kimi çox bir özünə məxsus, unikal bir vulkanik püskürmədir. Burada torpaq yoxdur. Çox aşağıdan yuxarı vulkanik püskürmə və bir tərəfdən baxanda dediyimiz kimi o anakondanı, o əcdahanı xatırladır. Qabaq tərəfdən baxanda sanki bir-birinə hörük-hörüyə bağlanmış qızları xatırladır. Böyle. Çox unikal bu qayalar da, burada nəhəng qayalar düşüb buraya. Mağaranın üstündəyik. Həmən o mağaranın ikinci bir mağara. Qızıl Qayanın ikinci bir mağarası. Nisbətən dayaz mağaradır. Dayaz mağara baxaq görək, burada budur. Tısbağa çanağı, qartallarımız bayaq Qızıl Qayanın qartalları ki, qıyvuran qartallara yəqin yem olub. Tısbağa yazıq. Çox qeyri-adi, bu da unikal bir mağaradır. Müxtəlif burada laylar müxtəlif rəhlər. Qaya, sal qayanın yenə deyirəm, Qızıl Qaya. El arasında buna Qızıl Qaya deyirlər. Qızıl Qayanın bütöv vulkanik bir, elmi dildə desək, vulkanik bir püskürmədir. Çox qeyri-adi bir görünüşü, çox koloritli bir görünüşü. Bunun elə bir film boyu elə başdan ayağa bunun geçsək yenə də azdır. Bəlkə də ona görə buna Qızıl Qaya deyirlər ki, mamırlarını da, yəni sanki qızıldandır, fikir ver gör. Çox aydınca görünür, qızıl kimi mamırdır və o alim rəhmətliyin dediyi kimi ola bilsin ki, bunun suxurların yerliyində qızıllar var, qızıl parıldayan qızıl var və bizim təbii ki, burada yox, indi yəqin qismət olar göstərərik. Bəli. Çox unikal, koloritli bir yerdir burada. Burada axar-baxarı yerimizdir. Dəyərmiş ki, gəlib bunun əzab-əziyyətdən gəldik bu mağaraya çıxdıq. Bizim ellər çox səfalı, axar-baxarı yerlərdir və budur. Dağın da dibində, dağ deyək də, indi qaya deyirlər, o
Gəldiyimiz maşın da lap o dağın dibində, bəlkə də bir hardasa bir 200-300 metr yüksəklikdə oradan əlavə. Və buradan bizim Koroğlu da çox gözəl görünür. Aşağıdan elə qayaya bitişdirə çox gözəl görünür. Buradan çox bu da bunun özünün də bəlkə də məcazi mənası var. Sanki qayadan yoğrulan ikinci bir qaya, möcüzə qaya və o Koroğlunun ətəyindəki kalafa yerləri, o şəhərgah, taxça olan şəhərgah, o kalafa yerləri görünür. Mən bilmirəm, operator qardaşım onu götürə bilirim. Bax, o tərəzə o taxçalar o görünür arxasında. Bunların hamısı gür yaşayış yerindən xəbər verən qeyri-adi yerlərimizdir. Qeyri-adi bu yurt yerlərimizdir, qaim-qədim yurt yerlərimizdir. Bu yurt yerlərimizdə də babalarımızın törəmələri, indiki insanlarımız ayaqlarını yerə bərk diriyib, vətən torpağının müdafiəsində layiqincə dayandılar və hamıya göstərdilər ki, bax, torpaq belə qorunar. Torpaq belə qorunar. Torpağı qoruyan kişilərin də örnəkləri budur ki, belə qalalarımız var, belə qayalarımız var, belə bəndərgahlarımız var, səngərlərimiz var. Bunların bax, yaranışından Allah Taala'nın yaratdığı səngərdir də. Bax, bunun birində bir yiğit, bir ərənimiz səngərləri bir qoşunu, bir bölüyü məğlub eləməyə qadirdir. Allah yurt qoyub gedənlərə rəhmət eləsin. Və vətən oğullarının da, bu yurda bu gün yaşayanların da, bu yurtda bu gün yaşayanların da borcu odur ki, torpağı daha möhkəm qorusunlar, torpağa daha yaxşı sahiblik eləsinlər və keçmişdən əmanət kimi qəbul elədiklərini, bəhrələndiklərini, əmələ gəldikləri bu torpağı gələcək nəsillərə, gələcək evlatlara belə əmin, arxain şəkildə belə təbərrük kimi necə var, necə qəbul ediblər, o şəkildə də onu gələcək nəsillərə ötürsünlər. Bizim bu Mürkülüdəki bu dairəvi qala, elin Dumru dediyi bu qala, təkcə özünün müdafiə qurğusu həm də istehkam deyil, ulu keçmişimizdən xəbər verən maddi, mədəni abidələrdəndir. İnsan daim gəncliyini axtardığı kimi, adam da yaşlaşdıqca uçub getmiş könül quşunun arxasınca dolaşa-dolaşa olmuşlara, keçmişlərə qayıdaraq öz yaşantılarını və dədə-babalarının yaşantılarını yenidən canlandırmağa çalışır. Mən bilmirəm, bugün o ruhları bizimlə olan o dədə-babalarımızın, yeddarxa dönənimizin yaşantılarını, əllərinin izi qaldıqları o daşları birər-birər göstərməklə hörmətli, möhtərəm tamaşaçılarımıza bir şey deyə bildimmi? Deyə bilmədimsə, məni onların ruhları bağışlasın. Onların bağışlasın. Hər halda o yaşantılar da, bugün onu dilə gətirməyimiz də bir talih yazısıdır ki, gəldi, düşdü bizim qismətimizə. Mən açıq deyirəm, buraya çıxana qədər mən bilmirdim. Mən bilmirdim ki, bizim bax bu Mürkülünün bu Dumrusunda belə bir qala var. Özü çox möhtəşəm bir qaladır. Çox möhtəşəm. Mən inanıram onu Oğuz babalar tikib. Yoxsa bu insan, adi insanın, mənəm deyən pəhlivanın imkanı xaricindədir. O daşların birini 2 yox, 5 yox, 10 adam yerindən tərpədəsi deyil. Özü də gör, hardan gəlib, haralarda, o dərənin dibindən, o biri dağlardan gələn çaxmaq daşıdır. Dediyim kimi, buradakı qayaların yerliyi qaya daşıdır. Və bunların hamısı sarp qayalardır. Bunların hamısı son bir 20-ci əsrin ortalarından sonra uçub tökülən bu qayalardır. Deyilməyə görə 50-ci illərə qədər burada böyük mağara olub, o mağaranın daşları tökülüb.
iri bu daşlar olmayıb ki, vaxtilə o Oğuz babalar buradakı bu iri daşları götürüb aparsınlar, orada qala tiksinlər. Yalnız kənardan gəlib və o nəhəng daşlar o tarixin neçə açılmamış sirlərini özündə mühafizə eləyir və çox qəribədir ki, o daşlardakı sirri, sehirli naxışlar da başqa heç yerdə rast gəlinmir. Sen de uyudun başa dağlar, başa dağlar bir yamanayım. Cemal'i rahmi yola, zihmi yola, zihmi yola. Maşada babam lay lay, körpem lay lay, erpem lay 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 lay, bir de lay lay, bir de lay. Kim bilir ki bu yazan ana gelecek Bağışa dağları yaşa 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 dağları yaşa dağları yaşa dağları yaşa dağları kazanalım kazanalım. Qızılqaya da budur. Bu da aslanın bir növünə oxşuyur.
bu da sanki bir pələngdir, ya aslandır. Koroğlunun sanki əkiz qardaşı kimi. Bunun qabaq hissəsinə Qızılqaya deyirlər elatımızda. Mən bunu yerdən püskürən əjdahaya bənzədirəm. Gözündən, ondan sonra qaşından, nə bilim o buynuzlu qişasından. Arxada dumru deyirlər, o bir Oğuz babaların, o nəhəng babaların, azman kişilərin tikdiyi qala. Onunla bərabər ikisini də çox qəribədir, yəhər birləşdirir. Həm Koroğluda yəhər var, həm də bax bu Qızılqayada yəhər birləşdirir ikisini də. Bu da Qızılqayanın bir gizliliğini də onda deyirlər ki, bunun qabağında qayanın özündən naxışlar var. Özü üçü bir-birinə qol-qola girən, nə bilim, saç-saça bağlanan gözəllər, qadınlar, qızlar. Görək bunu tapa bilirikmi? Bələdçisiz fəhmlə eləyə bilirikmi? Tapa bilirikmi? Biz Koroğludan gəldik. Qızılqaya, arxamızda Qızılqayadır və Qızılqayanın qabağından gedən yoldayıq. Deyirlər bu yolun kənarının otu çox şirin olur. Köhnə kişilər elə deyərlər ki, mallardan adətən yol qırağının otunu otlayar. Bura indi qoruqdur. Burada təbii ki otlanır. İndi baxaq görə, burada bizim də qismətimiz varmış. Bizdə də yemlik var burada. Görək bu yemlik necə dadır? Həqiqətən şirindirmi? Doğrudan rəhmətlik köhnə kişilər düz deyirmiş. Yol kənarı otu çox şirin olarmış. Yemliyi də çox şirindir. Çox qeyri-adi yemlikdir. Ümumiyyətlə bizim örüşlərin, bizim həndin neymətləri hamısı əvəz olunmazdır. Adamlarımız kimi bu torpağın şəhti şirəsi də çox qüvvəlidir, çox qeyri-adi şəhti şirədir. Gedək görək bizim Qızılqaya hansı bizi indiyə qədər gizli saxladığı, o gizlinləri geniş tamaşaçı üçün, geniş kütlə üçün qoruyub saxladığı, hifz elədiyi hansı gizlinlərə bizi açır. Bizim bir dostumuz var. İndi qulluq yerini dəyişib. Əslən Qarabağlı idi. O Aldədə torpağından bir dəstə xarı bülbül dərib gətirmişdi. Keçəmən dağının yanından. Deyirdi ki, göstərdi ki, bu xarı bülbüldür. Biz çox cəhl elədik ondan ki, axı eşitmişik, bilmişik bu xarı bülbül Cidir düzündən başqa, Şuşamızdan başqa heç yerdə bitmir. Bu dedik, mən özü əlimlə yığdığımı bilmirəmmi. Mənə elə gəldi ki, həmən bax bu da həmən o xarı bülbülün bir, bəlkə də özüdür ya ona oxşayan bir növüdür. Ancaq o and içdi, aman elədi ki, sizin torpaqda, bu Toz torpağında, xüsusən Aldədənin torpağında xarı bülbül bitir. Mən indi israr eləmirəm. Deyəmirəm ki, bu xarı bülbüldür. Mən görməmişəm xarı bülbülü. Buna oxşuyurdu. Və o hamısını göstərdi ki, bax, bu bülbüldür, bu da xardır. Belə. Və qeyri-adi günlərimizdən biri də bu da o çəngəlotudur. Çəngəlotudur. Bunun özü də çəngələ bənzəyir və bu çox lətif, yaxşı bir çiçək açır. O da təsadüfən gözümə sataşdı, bu da gözəl. Lap körpə vaxtı, sonra da çiçək açır, bunun özü də bir çiçək açır. Qeyri-adi bir formaları. Bir çiçəkdə gör neçə çiçəyin burada nişanələri var, formaları var. Yəni, Azərbaycan təbiəti belədir də, yurdumuzun təbiəti belədir. Haif çoxunu tanımırıq, itirdik, batırdıq. Keçmiş Sovet dönəmində damğa vurdular ki, elə hamısı ara həkimləri belədir, filandır. İtirdik, batırdıq. İndi də qaldıq kimyanın ümidinə. Kimyanın ümidinə qalanda da
həmi təsir qüvvəsi yoxdur və bitki mənşəli dərmanlar belədir ki, heç vaxt insanda digər xəstəliklər törətmir, digər orqanlara mənfi təsir olmur. Kimyəvi dərmanlar isə bir orqana xeyir eləyəndə, bir xəstəliyə xeyir eləyəndə digər xəstəliyə, orqanlara ziyan törədir və yanaşı xəstəliklər əmələ gətirir. Qızıl qayamız bu görünüşü, bu yerli adamlar deyir ki, saç-saça vermiş, saç-saça bağlanmış 3 sənəmdir, 3 pəridir. Təəssüf mən seçə bilmirəm. Biraz ovqatım o şəkildə inşallah seçən olar, göstərər. Yəni saç-saça bağlanmış 3 pərinin timsalı kimi buradan insanlar onu bənzədirlər. Bəlkə də ya onun o naxışlarıyla, o qayanın təbii naxışlarıyla ona bənzədirlər. Hər halda sirli, sehirli, bir möcüzəli təbiət abidəsidir bizim ülkənin Qızıl Qayası. Qızıl Qaya və Koroğlumuza sirdaşdır, qardaşdır və bir-birindən hava yolundan təxminən bir 500 metrə qədər, 400 metrə qədər hava yolundan bir-birindən aralıdırlar və hər ikisi də vətənin keşişçisi missiyasını şərəflə çiyinlərinə götürüblər və onu çox ləyaqətli şəkildə davam etdirirlər. Deməli, yenə Ülkülü torpağındayıq. Bura xaçın ağzı deyirlər. Vaxtilə burada Alban xaçı olub, Alban mədəniyyətinə xas bizim İslamdan öncə çox qədim bir mədəniyyət nümunəsi olub. Təəssüf onu da küyə düşüb, dağıdıblar, yıxıblar. Arxamızda yenə Qızıl Qayadır. Qızıl Qaya da bir suyu indi Bəbirə oxşuyur. Koroğlu orada Karvan yolu tərəfdən baxanda, Tor şəhəri tərəfdən baxanda pəncələri üstündə qısılmış şir sfinksinə oxşuyur. Qızıl Qayada bu da Bəbirə oxşuyur. Bir suyu Bəbirə oxşuyur. Bir suyu da elə pələngə də oxşuyur. O yatmış, Koroğlu deyək, yatmış şirdir. Bu isə qabarmış. Elə bil ki, ovunun üstünə atılmağa hazır olan Bəbirdir. Və Koroğlunun da buradan qeyri-adi uzaqdan görünüşü var. Görünüşü bizim qəşəng oğlum, mənim oğlum kəşf edib. O kəşf edib. O deyib. Və ona qədər mən bilmirdim ki, niyə Koroğlu deyirlər, niyə buna Koroğlu dağı demirlər və yaxud da Koroğlu qalası demirlər. Koroğludur ki, sırf Koroğludur ki, durub yerində, bax, özünü dirsəklənib, elə bil yonulmuş, qayadan yonulmuş, monumental bir heykəl kimi bir sıra ölkələrdə, məsələ konkret Amerika Birləşmiş Ştatlarındakı o prezidentləri, keçmiş prezidentləri qayada böyük heykəllərini yorublar. Sanki bax, bu Koroğlu da o yonulmuş, qayada yonulmuş bir barelyefdir, böyük bir heykəldir. Çənəsi, bığı, burnu, gözü, qaşı, alnı, ondan sonra o əski türklərdə, qədim türklərdə olan sayaq kokları, kəkili də bu da bunun bir nişanıdır. Oradan yaxşı, bu bizim bax bu dağın da çox qeyri-adi bir görüntüsü var. O da elə bil ki, yəhər kimi, sanki Bahadır atına sular olur.
yerlərimizdən birindəyik. Bax, bu yalın bu tərəfi Mürkülü torpağıdır, bu yanı Ətəmalı torpağıdır. Qədim yurt yerlərimizdir. Hamısı burada çox qədim mədəniyyətdən xəbər verir. Kəlafa yerlərdir, yurt yerlərdir. Arxada da budur, görünür Koroğlu. Ondan bəri Qızılqaya, indi Bəbir tapdıq da, Bəbiri oxşatdıq. Bəbir, Qızılqayamız, o da sanki ovun üstünə atılır və vətənin müdafiəçiləridir. Yurdumuzun özəlliyi çoxdur. Sadəcə bunlar tədqiq olunasıdır, araşdırılası. Bax, qədim hörük yerləridir, hamısı hörüklərdir. Keçmiş, gələcək, bu körpüdə elə dəyərlər, elə əxlaqi kateqoriyalar var ki, onlar mütləq gələcəyə ötürülməlidir. Xalqımızın insafına bir də qurban olun. Köhnə kişilər nümayişkaranə şəkildə varını, mülkünü sərgiləməzdilər. Çalışardılar ki, o imkansız, tavanasız adamlar da dolansınlar. Rəhmətli atam deyərdi ki, vay o gündən ki, biri yeyə, biri baxa. İndi dəyərlər dəyişib, kapitalizmdir, bazar iqtisadiyyatıdır. İndi biri yeyir, mini genindən baxır. Allaha pənah. Ancaq köhnə kişilər sınayıb görmüşdülər ki, hamı yeməlidir, hamı dolanmalıdır. Sən imkanın daxilində kömək eləməlisən. Hacı Zeynalabdin Tağıyev, mən vaxtilə o qəzetdə işləyəndə də belə bir rubrikada açmışdım ki, hamı niyə hacı olmur? İndi Hacı Zeynalabdin Tağıyevdən bəlkə 100 dəfə, bəlkə 1000 dəfə, bəlkə 50 dəfə, bəlkə 3 dəfə, 5 dəfə, hər nəysə, çox imkanlı adamlar var. Ancaq hacı olmurlar, o səxavət, o ürək onlarda yox idi. Xalqımızın qarşılıqlı yardımlaşma formaları qədimdən bəri olub və bizim də missiyamız o keçmişi gələcəyə ötürməkdir və onu dəyərləndirməkdir indiki prizmadan baxanda. Məsələ, insanlarımız bir-birinin həmişə hoyuna yetir, ziyanlığa şərik olub, iməci eləyiblər, hoya yetiblər, ziyanlığa şərik olublar. Bunların hamısını xırdalamaqda belə imkanımız da çatmaz. Sağlıq olsun, sağlıq, salamatçılıq və dost deyən olsun. Gələn verilişlərimizdə, gələn görüşlərimizdə bunlara güzgü tutmağa çalışarıq. Mən onun bircəciyindən o ziyanlığa şərik olmaqdan danışmaq istəyirəm. Elat adamımızın həyatın dirəyi mal-heyvan idi. Məhsuldar heyvan, yəni sağmal inəkmi, öküzmü, yəni əti yeyilməsi haram olmayan ev heyvanı, qayadan düşəndəmi, yıxılıb qıçımı qırılanda, neynəyəndə o murdar olmamış kəsilərdi və yaxın qohum əqraba, qonum-qonşu arasında bölünərdi. Və yaxud da heç o insanlar eşidəndə ki, filan kəsin inəyi mi bıçağa zorla gəlib, qıçı qırılıb, özləri deyərdilər ki, mən də ziyanlığa şərik elə. 3 mi, 5 mi, 15 mi, hər nəysə ürəyin təpərinə, səxavətə uyğun olaraq adamlar yığılardı. Alışmadan fərqli olaraq o ziyanlığın dərhal pulu verilərdi ki, çox qısa bir vaxtda, bir gündən sonra mı, 3 gündən sonra mı, ya qarşıdakı bazardan mı alınsın, ya qiymətləşib elatdan mı, eldən mi alınsın, bu insanın tutalım sağmal heyvanı, əmcəyi əldə olan heyvanı qapısına dərhal qayıtsın ki, bu adam tavanadan düşməsin, dolanışıqdan kəsilməsin. Sovet hökuməti bunların çoxunun tərgini vurdu. O qalxoz quruluşu dövründə o insaflı adamlar, insaflı kişilər yenə də o sağırın, belə deyək, yetimin, yesirin, işləməyə illacı olmayanın, o başı kəsik ailələrin mi, biri də bir arvad xaylağı olub, biri nə bilim sahibsiz olub, onları elat yenə də dolandırmağı öz üzərinə götürdü. Bax, üstündə dayandığım bu torpaq, bunu bugün qədirbilənliklə bizim Əlbəyli, Mürkülüdə xatırlayırlar ki, rəhmətli Qayvalı Qəşəmoğlu bu Əlbəylidə qalxuz sədri olanda 1964-cü ildən başlayaraq dedi ki, bax bu hissə, bu yoldan aşağı bu hissə təxminən 1 hektar yarımlıq ərazidir. Bura
adını qoydu ki, İmam ehsanına əkilir. Və bu kənddə, bu Sovetlikdə, Əlbəyli kəndində imkansız, tavanasız, dolanmağı çox çətin olan, belə deyək də, sədəqə fitrə düşəsi adamlara onu, o təftişin, o raykomun, o xalq nəzarətinin, o komsomolçuların tüğyan elədiyi bir zamanda buranın taxılını ayrıcana pişdirib və o evlərə kəndin ağsaqqalları vasitəsindən o il konkret olaraq 1964-cü ildə, sonra 65-də, sonraki illərdə neçə ailə var idisə, onun unluğunu, dənliyini göndərərdi. Və tarixdən də məlumdur ki, o Xruşovun bədnam siyasəti nəticəsində biraz o 60-cı illərin əvvəllərində aclıq falan oldu. O evinə tutalım məsələ 100 kilomu, 200 kilomu, 150 kilomu taxıl girən, qıpqırmızı buğda girən, zərdə buğda girən insan dolanardı. Bax bu da, bunu indi yol üstündə gələndə birdən-birə bu yadıma düşdü ki, bax bu da İmam ehsanına əkilən o insanların, o kişilərin kəşf elədiyini deyək, belə o cəmaatı el dolandırmağın o çəmini tapıb yetim başı sığallayırdılar. Bilirsiniz, həyat boşuna deyil. Var, dövlət hamısı Allah verəndir. İnsanlıq odur ki, ləyaqət odur ki, mərifət odur ki, o yetimin başını sığallayasan. Adi bir xoş sözdən də xoş söz də deyil ki, sədəqə yerinə keçər. O yetim başı sığallamaq, o sağırı dolandırmaq da imandan, xalqımızın insafındandır. Mən bir neçə dəfə təkrarlamışam və bunu deməkdən də heç yorulmuram. Bu qədər ki, bizə qəsdlər oldu, bu qədər ki, bizim xalqımızı, bu malik olduğumuz bu geostrateji məkandan bizi körpüdən silib atmaq istəyirdilər. Yalnız o insafımıza, üzümüzün, o babalarımızın üzü nuruna və ədalətənə görə Allah Teala hifz elədi, saxladı bu bəşəri dəyərlər ki, bu qarşılıqlı yardımlaşma, indi kassaları deyək, nə bilim, nə mənə deyək, nə deyək, bunu bizdən, türklərdən öyrəndilər. İnsanlarla bərabər çölün, belə deyək, heyvanlarının da, qurt-quşunun da yemlənməsi üçün şərait yaradırdı. Bax, bu bizim İmam ehsanına əkilən adı ilə qalan bu torpağımız da özündə qeyri-adi informasiya kodunu yaşadır və bizim də borcum, mənim də bir insanlıq borcum bu oldu ki, bunu dilə gətirim. Buna dilə gətirim və bu qaydanı qoyan babaların ruhu qarşısında bir daha baş əyirəm.